Bildiyimiz kimi insanın 6 təməl duyğusu var. Biri də kədərdir. Qorxu var orada, qəzəb var, iyrənmə duyğusu var. Və biz bu duyğu ilə dünyaya gəlirik və bu duyğu ilə də bütün həyatımızın davamki mərhələlərində, sonrakı mərhələlərində bu duyğu bizi izləyir. Kədər nə deməkdir? Kədər bizim doğmalarımızdan, itkiləri ilə bağlıdır. İnsanın ən ağır, sarsıntılı məqamında dayan siqnalı verir. İnsan dayanır və düşünür. Birinci nəyi düşünür? Düşünür ki, bu hadisə mənim başıma niyə gəldi? Əlbəttə ki, insan çox zaman etirazla başlayır bunu. Niyə mən? Məsələn, niyə mənim başıma gəldi? Mən nə etdim ki, mən bunu yaşadım? Məsələn, ən çox da haqsız kədərlər var bu dünyada. Məsələn, gənc bir uşağın anasını itirəndə, məsələn, bu haqsız kədərdir də. Yəni bu uşaq bunu necə qəbul eləsin? Bunlar haqsız kədərlərdir də. Yəni bu çox ağır kədərlərdir. Valideyn itkisi də ağır kədərdir. Amma biraz daha təbii bir kədərdir də. Yəni bir yetkinlik yaşına çatırıq. Məsələn, belə deyək, 40 yaşında, 50 yaşında biz valideynimizi itiriksə, bizim üçün bu çox dərin kədərdir. Amma biz bunu hardasa daha ötüb keçirik. Bəli, həyat davam edir deyib. Yəni ilk məqamda əlbəttə biz kədəri etirazla qarşılayırıq. Hansı formada olsun, hətta bizim öz uğursuzluğumuzla bağlı olsa belə biz ən birinci göstərdiyimiz reaksiya kədərdir. Kədər keçiddir. Çünki kədərdə sən dayanıb düşünməlisən. İkinci mərhələ, dayanandan sonra düşünməlisən. Bu niyə mənim başıma gəldi? Çünki sən bunu düşünmədən, o düşünməyin özü də, dərin düşünməyin özündə də proseslər gedir. Özünü mü günahkar çıxardırsan, başqasını mı günahkar çıxardırsan və bu kədər duyğusu acıqla birləşə bilər, başqasını günahlandıra bilərsən. Bu kədər qorxu ilə birləşə bilər, özünü günahlandırarsan. Və kədərlər də müxtəlif cür olarlar, bastırılmış kədərlər var. Elə insanlar var ki, məsələn, tutaq ki, bəzən kişilərə deyirlər ki, kişi ağlamaz. Kişi ağlayar, kişi insandır. Bunu niyə bastırsın? Yəni bu insan bu kədərini yaşamalıdır da. Yəni bu itkisini yaşamalıdır. Ona görə də bəzən kədərin necə keçmək prosesi, yəni o kədəri düşünmək prosesi, yəni kədəri dərindən o sarsını keçmək prosesi önəmli prosesdir.